Sabahınız xeyir olsun. Necəsiz? Ümid edirəm yaxşı olarsınız. Bugünün mövzusu daha çox insanları narahat edən bir mövzu haqqında danışacağım ki, əksəriyyət bununla bağlı çoxsaylı dərmanlar istifadə edir və həyat tərzində heç cür fikir vermədiyinə görə axırda əməliyyatda olur. Bəli, bu yüksək təzyiq damar tıxanıqlığı. Bəs bu yüksək təzyiqi aradan qaldırmaq üçün biz nə istifadə edə bilərik? Damar temizləmə üçün nə istifadə edə bilərik? Onun üçün belə bir təbii vasitələr varmı? Gəlin bu haqda danışaq. Bəli, belə bir təbii vasitələr var. Sadəcə onları mütəmadi istifadə etmək lazımdır. Necə ki, biz gündəlik yemək yeyirik. Həmin qida əlavələrini də mütəmadi içməklə biz damar sağlamlığını qoruya bilərik. Bunların içərisində vitamin qrupları olanlar da var. Çox yüksək dərəcədə antioksidant olan məhsullar da var. Antioksidantlardan ən güclüsü resveratroldur. Çünki resveratrol həm damar sağlamlığını qorumaqla bərabər damar elastikliyini təmin edir və daxildəki kirəclərin, xolesterin, tromblaşma və sair təmizlənməsinə yardımcı olur. Bunun ən təbii və orijinal forması ekrana şəkil qoyacağım bu məhsuldur. Növbətçisi isə omeqadır. Omega balıq yağıdır. Yəni doymamış yağlarla zəngin olan omeqanı qəbul eləmək damarlarımızın daxilində xolesterin səviyyəsini tənzimləməyimizə köməklik göstərir. Və mən sizə təklif edəcəyim omeqanın şəklini ekrana qoyacağım. Gördüyünüz kimi bu fosfolipid tərkibli omeqadır. Yəni qaraciyər funksiyalarını dəstəklədiyi üçün insan bədənində heç bir əks təsir göstərmədən və içərisində mikroelement dəstəyi olduğuna görə də sorulması ən tez gedən və sürətli gedən məhsullardan biridir. Və olmazsa olmaz iyonlaşmış, fermentləşmiş kalsium. Onun qəbulu isə insanlarda həm ürək əzələsinin fəaliyyətini bərpa etmək üçün, həm damar sağlamlığını qorumaq üçün ən əsası, əgər bizim sümüklərimizdə normal səviyyədə kalsium olarsa və o tələbat ödənilərsə, əlbəttə ki, bizdə həmin problem bir daha olmayacaq. Yenə də mütləq şəkildə bu təbii vasitələri qəbul etməyiniz məsləhətdir. Sağ olun, salamat qalın. Əgər sualınız varsa, WhatsApp nömrəmə yaza bilərsiniz.